Salam, hər vaxtınız xeyir. Mövzumuz ədədi ardıcıllıqlar və silsilələr. Birinci başlıq ədədi ardıcıllıq. Deməli, ədədi ardıcıllıq nədir? Ədədi ardıcıllıq natural ədədlər çoxluğunda təyin olunmuş funksiyaya deyilir. Yəni, AN, burada indeksdə olan N natural ədəd olmalıdır. Birinci sualda deyilir ki, AN bərabərdir 4N üstəgəl 7. Bu düsturla verilmiş ardıcıllığın ikinci həddini soruşur. Burada N'in yerinə 2 yazacağıq. A2 bərabərdir 4 vur 2 üstəgəl 7 olacaq 15. Yəni C variantı. İkinci sualda ardıcıllığın 9-cu həddini soruşur. Yəni x9 bərabərdir 3 bölünsün -1 üstü 9. -1-in üstü tək qüvvəti ilə -1-ə bərabərdir. 3-ü -1-ə böləndə -3 Y variantı. Üçüncü sualda ardıcıllığın 5-ci həddini soruşur. A5 bərabərdir -1 üstü 5 bölünsün 5. N'in yerinə 5 qoyacağıq. Olacaq -5'te 1 D variantı. Dördüncü sualda ümumi həddi AN bərabərdir 2 minus N bölünsün 2N olan ardıcıllığın ilk 3 həddinin cəmini soruşur. İlk 3 həddinin cəmi əvvəlcə A1 tapaq. A1 olacaq 2 minus 1 böl 2 vur 1. Yəni 1 böl 2. İkinci həddi 2 minus 2 böl 4. Yəni 0. Üçüncü həddi 2 vur 3. 2 minus 3. -6'da 1. Bizdən bu 3 həddin cəmini soruşur. A1 üstəgəl A2 üstəgəl A3. Olacaq ortaq məxrəc 6, 2'ye böləndə 3, 6'ya böləndə 1. Cavab 2 böl 6, 3'də 1 D variantı. 5-ci suala baxırıq. Ümumi həddi AN bərabərdir 1 minus N böl 2N olan ardıcıllığın ilk 3 həddinin cəmini soruşur. Yəni S3, S3'də A1 üstəgəl, A2 üstəgəl, A3'ə bərabərdir. Dördüncü sualda olduğu kimi əvvəlcə A1 tapırıq. 1 minus 1 böl 2 vur 1. Yəni 0. İkinci hədd olacaq 1 minus 2 böl 2 vur 2. -1 böl 4. Üçüncü hədd 1 minus 3 böl 2 vur 3. 6. -2 böl 6. Yəni -1 böl 3. İndi S3 bu ədədlərin cəmi -4'də 1 və -3'də 1. Ortaq məxrəc -12 olacaq -12'də 7. Yəni B variantı. 6-cı suala baxırıq. A1 bərabərdir 5 və AN plus 1 bərabərdir 2 AN üstəgəl 3 düsturu ilə verilmiş ardıcıllığın ilk 3 həddinin cəmini tapındır. A1 5'dir. Deməli, N'in yerinə bir dəfə 1 qoysaq, N bərabərdir 1 qoyanda olacaq A2 bərabərdir 2A1 üstəgəl 3. 2 vur A1 5'dir. Üzərinə də 3 gələndə 13. İndi N'in yerinə 2 qoysaq olacaq A3 bərabərdir 2A2. Baxın, bu düsturda yerinə qoyuruq. Üstəgəl 3. 2 vur A2'ni tapmışdıq 13. Üzərinə də 3 gəlirik. Olacaq 29. İlk 3 həddinin cəmi A1 üstəgəl A2 üstəgəl A3. A1'imiz 5'dir. A2'miz 13. A3'də 29. Bunların cəmi olacaq 34. 34'ün üzərinə 13 gələndə 47. B variantı. 7-ci suala baxırıq. A1 3'dür. AN plus 1 bərabərdir 3 AN minus 5 düsturu ilə verilmiş ardıcıllığın ilk 3 həddinin cəmini soruşur. N'in yerinə 1 qoysaq olacaq A2 bərabərdir 3A1 minus 5. 3 vur A1 3'dür. 5 çıxanda olacaq 4. N'in yerinə 2 qoysaq A3 bərabərdir 3A2 minus 5. 3 vur A2 4'dür. 5 çıxanda olacaq 7. Deməli S3
A1 üstəgəl A2 üstəgəl A3. A1'imiz 3'tü. A2'miz 4. A3'te 7. Olacak cevap 14. B variantı. 8 nömrəli suala baxırıq. İlk n həddinin cəmi, yəni Sn bərabərdir 2 üstü n minus 1 üstəgəl 1 olan ardıcıllığın 5-ci həddini soruşur. Yəni A5 bərabərdir sual. Əvvəlcə düsturu yazırıq. Deməli, AN bərabərdir Sn minus Sn minus 1. Yəni Sn düsturu ilə məlum olduqda, düstur əgər məlumdursa, ardıcıllığın istənilən həddini tapmaq mümkündür. A5 tapmaq üçün biz S5'dən 5 minus 1 S4'e çıxmaq lazımdır. Çıxmalıyıq yəni. Bu düsturda n-i yeni bir dəfə 5 qoyuruq. 2 üstü 5 minus 1 4 üstəgəl 1. Minus bir dəfə 4 qoyuruq. 2 üstü 4 minus 1 3 üstəgəl 1. 16 üstəgəl 1 17. 8 üstəgəl 1 9. 17'den 9 çıxsaq cavab olacaq 8. 9 nömrəli sualda eyni qaydada ilk n həddinin cəmi, yəni Sn bərabərdir 3 üstü n minus 1 üstəgəl 1 olan ardıcıllığın 4-cü həddini soruşur. A4 S4 minus S3'e bərabərdir. 3 üstü 4 minus 1 3 üstəgəl 1 minus 3 üstü 3 minus 1 2 üstəgəl 1. 27 üzərinə 1 gələndə 28, 9 üzərinə 1 gələndə 10. Olacaq 18 Y variantı. 10-cu suala baxırıq. Ümumi həddi AN bərabərdir 3n minus 16 böl n olan ardıcıllığın neçə həddi tam ədəddir? Burada hər bir həddi n-ə bölsək 3n böl n minus 16 böl n. 3 minus 16 böl n alınır. Yəni AN bərabərdir 3 minus 16 böl n. Buradakı n 16'nın bölənləri olmalıdır. Yəni plus minus 1, plus minus 2, plus minus 4, plus minus 8, plus minus 16. Amma həmin n həm də A-nın indeksindədir. Biz bilirik ki, bu indeksdəki n isə natural ədəd olmalıdır. Ona görə ancaq müsbətlər götürürük. Yəni 1, 2, 4, 8 və 16. Deməli 5 ümumi həddi, neçə həddi tam ədəddir? 5 həddi tam ədəddir. Cavab D variantı. 11 nömrəli sualda yine eyni qaydada ümumi həddi AN bərabərdir n minus 12 böl n'dir. N böl n minus 12 böl n. 1 minus 12 böl n. Yeni n 12'nin bölənləri olacaq. 1, 2, 3, 4, 6 və 12. Amma həmin n A-nın indeksində olduğuna görə həmin n ancaq natural ədəd ola bilər. Deməli, ancaq müsbətləri götürürük. 1, 2, 3, 4, 6 və 12. 6 tam qiymətində. Ardıcıllığın da 6 həddi tam ədəd olacaq. Cavab B variantı. 12 nömrəli sualda ardıcıllığın 100'ə bərabər olan həddin nömrəsini tapın deyir. Deməli, AN bərabərdir n kvadratı, ardıcıllıq n kvadratı minus 8n üstəgəl 80 düsturu ilə verilib. Bunun 100'ə bərabər olan həddin nömrəsi, yəni bu A-nın indeksindəki n-i soruşur bizdən. Bu kvadrat tənliyi 100'ə bərabər edəcəyik. Bərabərdir 100. Buradan alırıq ki, n kvadratı minus 8n üstəgəl 80 minus 100 bərabərdir 0. N kvadratı minus 8n minus 20 bərabərdir 0. Köklər olacaq 2 və 10. Cəmi müsbət 8 olmalıdır. Deməli 2 mənfidir. Hasil də mənfi 20 olmalıdır. Vuruqlardan 1 mənfidir. Burada n mənfi 2 ola bilməz. Çünki n natural ədəd olmalıdır. Deməli 10-cu həddin nömrəsi 100'ə bərabərdir. Yəni n olacaq 10. A variantı. 13 nömrəli sualda ardıcıllığın 122'yə bərabər olan həddin nömrəsini soruşur. Yəni kiçik n-i soruşur. N kvadratı minus 11n üstəgəl 110 bərabərdir 122. N kvadratı minus 11n minus 122'dən 110 çıxarıq. Olacaq 12 bərabərdir 0. Köklər 1 və 12'dir. Cəmi müsbət 11 verməlidir Viet teoreminə görə. Deməli 1 mənfidir. Bu mənfi olduğuna görə kənar kökdür. Çünki n natural ədəd olmalıdır.
Cevab 12 D variantı. 14 nömrəli sualda ardıcıllığın ilk mənfi həddini soruşur. Yəni AN kiçikdir 0. Buradakı N'i soruşur bizdən. Verilən ardıcıllıq 7 bölünsün 83 minus 5-in düsturu ilə verilib. Kiçikdir 0 yazıb həll etməliyik. Burada bu müsbətdir. Bunda müsbət, bu mənfi olmalıdır ki, müsbət mənfi böləndə kiçikdir 0 alınsın. Yəni 83 minus 5-in kiçikdir 0. Mənfi 5-in kiçikdir mənfi 83. N də böyükdür 83'ü bölürük 5'e. Bir dəfə. 33'də 5 6 dəfə. 16 tam onda 6. Burada N olacaq 17. 16 onda 6'dan böyük en küçük ədəd 17'dir. Yəni ilk mənfi hədd 17 ilə başlayır. Həddin nömrəsini soruşmur. İlk mənfi həddin özünü soruşur. Deməli, yerinə qoymalıyıq. N'in yerinə 17 qoysaq. N'in yerinə 17 qoymalıyıq. Olacaq A 17 bərabərdir. Burada həddin nömrəsini yox, elə həddin özünü soruşur. 7 böl 83 minus 5'i 17'ye vuranda 85. 7 böl mənfi 2 olacaq. Bu da mənfi 3,5. Yəni B variantı. 15 nömrəli suala baxırıq. Deməli ardıcıllığımız AN bərabərdir. 19 üstəgəl 5,8 minus N'in kvadratı şəklində verilib. Düstur şəklində. Bunun ən kiçik həddini soruşur. Biz burada N'in yerinə natural ədədlər təbii ki. Elə qiymətləri verməliyik ki, bu mötərizə ən kiçik qiymətini alsın. Ən kiçik qiymətini alsın. Çünki mötərizə ən kiçik olmalıdır ki, 19'un üzərinə də əmin ədəd gələndə ən kiçik həddi tapmış olaq. İndi N'in yerinə 1 qoysaq, 5,8'dən 1 çıxanda olacaq 4,8. Bunun da kvadratı var. Burada N'in yerinə 2, N'in yerinə 3, N'in yerinə 4 və ən böyük N'in yerinə məsələn 5 qoysaq, 5,8'dən 5 çıxanda 0,8'in kvadratı. Bir də əgər N'in yerinə 6 qoysaq, 5,8'dən 6 çıxanda mənfi 0,2. Onsuz yəni burada kvadratı var, yenə müsbət olacaq. 1, 2, 3, 4 qiymətlərində bunlar böyük olacaq qiymətləri. Ya N'in yerinə 5 verməliyəm, ya N'in yerinə 6. İndi hər ikisini yoxlayaq. 5,8'dən 5 çıxanda verir bizə 0,8. Bunun da kvadratı 0,64. 5,8'dən 6 çıxanda olacaq mənfi 0,2. Kvadrat olacaq 0,4. 0,64 və 0,4'dən kiçik olan 0,4'dür. Deməli biz N'in yerinə 6 qoymalıyıq ki, bu ardıcıllıq ən kiçik həddini almış olsun. N'in yerinə 6 qoysaq, yəni deməli bunun 6-cı həddi 19 üstəgəl 5,8 minus 6'nın kvadratı 19 üstəgəl 0,4 olacaq 19,4. Yəni C variantı. Əgər 0,8 yəni 5 qoysaydıq 0,64 alardıq. Bu da 19,64 verir. Yəni 19,4'dən böyükdür. Ən kiçiyi 19,4'ə bərabərdir. 16 nömrəli sualda isə ən böyük həddini soruşur. AN bərabərdir 13 minus 8,4 minus N'in kvadratı. Burada işarəyə baxır. Burada çıxma əməli var. Çıxma olduğuna görə deməli bu mötərizə yenə ən kiçik qiymətini almalıdır ki, 13'dən ən kiçik ədəd çıxanda bu cavab ən böyük qiymətini almış olsun. 15 nömrəli sualda ortada cəm var idi. Cəm olduğuna görə buna biz ən kiçik verməliydik ki, 19'un üzərinə əmin ədəd gələndə ən kiçik olsun. Amma burada çıxma var. Yenə mötərizənin cavabı ən kiçik olmalıdır ki, 13'dən əmin ədəd çıxanda ən böyük qiyməti almış olaq. Deməli, N'ə nə verək? N'ə ən kiçik 1 versək, 8,4 minus 1 olacaq 7,4'ün kvadratı. N'ə biz 2 verə bilərik, 3, 4 və ən böyük N'ə 8 versək, 8,4 minus 8 verir bizə 0,4. Bunun kvadratı 0,16. Və N'ə əgər 9 versək, 8,4'dən 9 çıxanda 0,6 mənfi.
məfi 0,6. Bunun da kvadratı 0,36. Burada görürük ki, n-ə 8 verəndə ən kiçik qiymətini alır. Deməli, n-i yerinə 8 qoyacağıq. Bunun 8-ci həddi 13 minus 8,4 minus 8-in kvadratı 13 minus 0,8-in kvadratı, yəni 0,16. Bu da bizə verir 12,84. Yəni Y variantı. Əgər məsələn burada 8-dən əvvəl 7 var. 7 qoymuş olsaydıq 13 minus 8,4-dən 7 çıxanda 1,4. 1,4-ün kvadratı olur. Yəni bu 1,96-ya bərabərdir. Amma bu 0,16-dır. Yəni 0,16 0,36-dan daha kiçikdir. Yəni ən kiçik 0,16 olur. Cavab olacaq Y variantı. 17 nömrəli sualda ardıcıllığın ilk n həddinin cəmi, yəni Sn bərabərdir 3 üstü n minus 1-dir. Bu ardıcıllığın 162-yə bərabər olan həddinin nömrəsini soruşur. Deməli, 162-yə bərabər olan həddin nömrəsi AN bərabərdir 162. Buradan biz n-i tapmalıyıq. İndi AN nəyə bərabərdir? AN Sn minus 1-ə bərabərdir. 162 bərabərdir. Sn'imiz elə 3 üstü n minus 1-dir. Sn minus 1'imiz isə olacaq 3 üstü n minus 1 minus 1. Burada yerinə qoyacağıq bunu. 3 üstü n minus 1 minus 1. Bu təni əldə edək. 162 bərabərdir 3 üstü n minus 1. Burada çıxma olduğuna görə bunu mötərizənin içində saxlamalıyam. Çünki işarələr dəyişiləcək. 3 üstü n vurulsun 3 üstü mənfi 1. Üstə gəl 1. Burada mənfi 1 ilə 1 islah gedir. 162 bərabərdir 3 üstü n orta quruq çıxır. 1 minus 3 üstü mənfi 1. 162 bərabərdir 3 üstü n vurulsun. 1-dən 3-də 1 çıxırıq. 162-ni sadə vuruqlara ayıraq. Görək neçə verir bizə. 81 3-ə böləndə 27, 3-ə böləndə 9, 3-ə böləndə 3, 3-ə böləndə 1. Yəni 2 vur 3 üstü 4 deməkdir. 3 üstü n vurulsun 3-də 2. Bunun hər tərəfini 3-ə vursaq olacaq 2 vur 3 üstü 5 bərabərdir 3 üstü n vurulsun 2. 3'lər ixtisar getdi. Burada 2'lər ixtisar gedir. 3 üstü 5 bərabərdir 3 üstü n. Əsaslar eynidir. Deməli, qüvvətlər də bərabər olmalıdır. N olacaq 5. Yəni, ardıcıllığın 162-yə bərabər olan həddin nömrəsi 5-ə bərabərdir. 18 nömrəli suala baxarıq. Ardıcıllıq verilib. Bu ardıcıllığın n-ci həddinin düsturunu soruşur. Deməli, birinci həddimiz burada 0-dır. İkinci həddimiz 1. Üçüncü həddimiz 3. N-i yerinə birinci 1 qoyacağıq. Hansı düsturda n-ə 1 qoyanda ifadənin qiyməti 0 olsa, deməli, həmin düstur ardıcıllığın düsturudur. Birinci A-nı yoxlayaq. A variantında n-i yerinə 1 qoysaq, olacaq 2 üstü 2 üstə gəl 1. Bu verir bizə 5. Yanlışdır. Yəni A variantı birinci həddimiz 0 olmalıdır. B variantına baxırıq. N-i yerinə 1 qoyanda 2 üstü 1 minus 1 0. Ədədin üstü 0 1-ə bərabərdir. Amma birinci həddimiz 0 olmalıydı. C variantı. N-i yerinə 1 qoyanda 2 üstü 0 minus 1. Ədədin üstü 0 1. 1-dən 1 çıxanda 0. N-i yerinə 2 qoysaq 2 üstü 2 minus 1 1 minus 1 olacaq 1. İkinci həddimiz 1 düzgündür. N-i yerinə 3 qoyanda 2 üstü 2 minus 1. 2'nin kvadratı 4. 1 çıxanda 3. Üçüncü həddimiz 3. Deməli, bu ardıcıllığın düsturu C variantında 2 üstü n minus 1 minus 1'ə bərabərdir. 19 nömrəli suala baxırıq. İlk n həddin hasili hn bərabərdir. N faktorial böl 3 düsturu ilə verilən ardıcıllığın 4-cü həddini soruşur bizdən. Deməli, biz burada n-in yerinə 4 qoysaq, yəni çox vaxt şagirdlər elə n-in yerinə 4 qoyub h4'ü tapırlar. Bu zaman biz ilk 4 həddin hasilini tapmış olarıq. Yəni n-in yerinə 4 qoysaq. Çünki burada deyir ki, ilk n həddin hasili bu düsturla hesablanır. Yəni n-in yerinə 4 qoyanda ilk 4 həddin hasilini biz hn bərabərdir n faktorial böl 3 düsturu ilə hesablamış oluruq.
N'i yerinə 4 qoysaq, n bərabərdir 4 olacaq. H1 vur H2 vur H3 vur H4. Yəni ilk 4 həddin hasili bərabərdir n faktorial böl 3. N-i yerinə 4 qoyanda 4 faktorial böl 3. 4 faktorial bilirik ki, 1-dən 4-ə qədər ədədlərin hasilidir, yəni 24. 3-ə böləndə olacaq 8. Deməli, ilk 4 həddin hasili 8-dir. Bizdən isə bu ardıcıllıqda 4-cü həddi soruşur. 4-cü həddi tapmaq üçün bizə lazımdır ilk 3 həddin hasili. Deməli, bu zaman n-i yerinə 3 qoyacağıq. N-i yerinə 3 qoyanda bu cümləni baxın, yenidən oxuyanda nə verir bizə? İlk 3 həddin hasili, yəni H1 vur H2 vur H3 bərabərdir. Yenə eyni düsturla hesablayacağıq. N faktorial böl 3. 3 faktorial 1-dən 3-ə qədər ədədlərin hasili 6. 3-ə böləndə 2. Deməli, ilk 3 həddin hasili 2-dir. Burada yerinə qoyanda, yəni H1 vur H2 vur H3-ün yerinə 2 yazıraq. Vur H4. 4-cü həddi tapmaq istəyirik. Bərabərdir. Burada hasil 8 idi. Deməli, buradan 4-cü həddimiz 8 bölü 2, 4 alarıq. Yəni, cavab A variantı. 20 nömrəli suala baxırıq. K-cı həddi AK bərabərdir. Bu düsturla verilən ardıcıllığın ilk n həddin cəmini soruşur. Bu sualın həlli biraz uzundur. Bu tipdə sual yəqin ki, buraxılışa gəlməz. Blokada bəlkə düşə bilər. Amma buraxılışa yəni dəqiq gəlməz belə bir sual. Çünki bunun həlli çox uzundur. Yəni, buraxılış tipli deyil. Baxaq həllinə. İndi K-cı həddi verilib bizə düsturla. AK bərabərdir. Bunu düzgün şəkildə gətirək. Yəni, K kvadratı üstəgəl K üstəgəl 1 böl K vur K plus 1. Düzdürmü? Bu ikisindən K-nı orta qrup çıxardanda qalır K vur K plus 1 üstəgəl 1 bölünsün K vur K plus 1. Burada məxrəcə bölürük. K vur K plus 1-i, yəni ayrı-ayrılıqda biz bu natural ədədlərdə keçmişdik. Məxrəcə bölüb, yəni tam ayırırdıq, düzdürmü? Yəni bu şəkildə K vur K plus 1-i böləcəm K vur K plus 1-ə. Üzərinə də gələcəm 1 böl K vur K plus 1 bərabərdir. Bu bizə 1 verir. 1 üstəgəl 1 böl K vur K plus 1-dir. İndi bunu da ayıra bilərik. Məsələn, burada K vur K plus 1, K-nın yerinə istənilən ədəd qoyun. Bu K ilə K plus 1 ardıcıl 2 ədəddir. Yəni 1 bölünsün 2 vur 3 şəklində. Və yaxud da 1 bölünsün K-nın yerinə 7 qoyanda 7 vur 8 şəklində. 1 bölü 7 vur 8-i bu şəkildə yaza bilərik, düzdürmü? 7-də 1 minus 8-də 1. Çünki 7-də 1-dən 8-də 1 çıxanda ortaq məxrəc 7 vur 8, sürətdə də 8 minus 7, yəni 1 alınır. Yəni elə əvvəlki kəsir alınır. Ona görə bunu da sadələşdirib biz bu şəkildə gətirə bilərik. 1 üstəgəl 1 böl K minus 1 böl K plus 1. Çünki 1 böl K'dan 1 böl K plus 1 çıxanda elə bu kəsir alınır. İndi bura kimi aydındır yəqin ki. Ümid edirəm ki, başa düşdünüz. İndi bizdən ilk n həddin cəmini soruşur. İlk n həddin cəmi, yəni Sn bərabərdir. A1 üstəgəl A2 üstəgəl nöqtə AN. N-də nə hədd var? Bunların cəmini soruşur. Əvvəlcə K-nın yerinə 1 qoyaq. A1 bərabərdir. 1 üstəgəl 1 minus 2-də 1. A2-ni tapsaq, K-nın yerinə 2 qoyuruq. 1 üstəgəl 2-də 1 minus 2 plus 1 3-də 1. 3 qoysaq 1 üstəgəl 3-də 1 minus 4-də 1. A4-ü də tapaq. 1 üstəgəl 4-də 1 minus 5-də 1 və nəhayət AN 1 üstəgəl 1 böl N minus 1 böl N plus 1. İndi burada baxın. Biz bunların cəmini tapmalıyıq, düzdürmü? A1-dən A-na qədər hədlərin cəmini tapmalıyıq. Burada bir şeyi diqqət edin. 2-də 1 və mənfi 2-də 1 əks ədədlər. Mənfi 3-də 1, müsbət 3-də 1. Mənfi 4-də 1, müsbət 4-də 1. Mənfi 5-də 1, deməli burada A5-ci ədəd müsbət 5-də 1 ilə başlayacaq. Yəni, birincidən başlayaraq hər bir mənfi hədd özündən sonraki müsbət hədlə islah gedir. Bunların hamısı islah gedir burada.
Burada 1 böl n var sonuncu həddə. Bundan əvvəlki də mənfi 1 böl n var idi. Bu 1 böl n-lə buradakı bu da islah gedir. Burada sonda mənfi 1 böl n plus 1 qalır. Və burada baxın. Birlərin sayını hər birində 1 var, düzdürmü başda? N dənə 1 var. N dənə 1-in cəmi n-ə bərabərdir. Məsələn deyək ki, 7 dənə 1-in cəmi 7-yə bərabərdir. 9 dənə 1-in cəmi 9-a bərabərdir. Burada da n dənə 1-in cəmi n-ə bərabərdir. Bir də əlavə olaraq burada bir dənə 1 var. Deməli, Sn olacaq. N dənə 1-in cəmi n. Üzərinə həmin 1-i gəlirik. N plus 1 olacaq. Bir də minus bu sonuncu kəsir 1 böl n plus 1. Bunu da ortaq məxrəcə getiririk. N plus 1-də n plus 1 vurulsun n plus 1 minus 1. Sürətdə n plus 1-in kvadratı. Çıxırıq 1-i bölürük n plus 1-ə. N kvadratı. Üstəgəl 2n. Üstəgəl 1 alınır. Buradakı 1 ilə islah gedir. Qalır kəsirin qiyməti bu şəkildə. Yəni n kvadratı üstəgəl 2n böl n plus 1. Həlli demişdim sizə uzun olacaq deyə. Yəni buraxılış tipli deyil. Bloka hazırlaşanlar və müəllimlər və sertifikasiya hazırlaşan müəllimlər üçün faydalı ola bilər. Yəni sertifikasiya miqə düşə bilər, amma buraxılışı bloka o qədər də ehtimal olunmur. Olacaq düzgün cavabımız n kvadrat üstəgəl 2n böl n plus 1, yəni A variantı. 21 nömrəli suala baxarıq. Ümumi həddi a-n bərabərdir n kvadrat üstəgəl 6n üstəgəl 8 olan ardıcıllığın ən kiçik həddini soruşur. Bu ardıcıllıq artan ardıcıllıq olduğuna görə bunun ən kiçik həddi elə n-in ən kiçik qiymətində alacaq. Yəni n bərabərdir 1 olsa. Olacaq a1 bərabərdir 1 üstəgəl 6 üstəgəl 8, yəni 15. Bu ardıcıllığın ən kiçik həddi 15-ə bərabərdir. 22 nömrəli suala baxırıq. Ardıcıllığın ilk n həddinin cəmi Sn bərabərdir Sn minus 1 üstəgəl 3 vur 2 üstü n kvadrat minus 10n üstəgəl 27 olarsa 192-dən kiçik hədlərin sayını tapın. Deməli 192-dən kiçik hədlərin sayı lazımdır bizə. Bunun üçün yazmalıyıq ki biz an kiçikdir 192. İndi burada ardıcıllığımız Sn ilə verildiyinə görə biz bilirik ki an nəyə bərabərdir? An Sn minus Sn minus 1-ə bərabərdir. İndi bu verilən ilk n həddin cəmində Sn minus 1 sol tərəfə keçirsək, alaraq ki Sn minus Sn minus 1 bərabərdir 3 vurulsun 2 üstü n kvadratı minus 10n üstəgəl 27. Bu deməli a-nə bərabər idi. Deməli bizim a-nimiz də 3 vur 2 üstü n kvadratı minus 10n üstəgəl 27 şəklindədir. İndi a-nimiz kiçikdir 192-dən, düzdürmü? A-n nəyə bərabərdir? Bu ifadəyə. Bunu 192-dən kiçikdir yazıb həll etməliyik. 3 vurulsun 2 üstü n kvadratı minus 10n üstəgəl 27 kiçikdir 192-dən. 2 üstü n kvadratı minus 10n üstəgəl 27 kiçikdir 192-ni 3-ə böləndə 6 dəfə 18, 12-də də 3, 4 dəfə 64. 2 üstü n kvadratı minus 10n üstəgəl 27 64-də 2 üstü 6 deməkdir. Əsaslar eynidir. Əsas birdən böyük olduğuna görə elə qüvvətlər arasında da işarə kiçikdir işarəsini olacaq. Yəni n kvadratı minus 10n üstəgəl 27 kiçikdir 6-dan. Bu bərabərsizlik 10n üstəgəl 21 kiçikdir 0. Köklər 3 və 7-dir. Cəmi 10, hasili 21 verməlidir. Deməli 0 yerinə qoysaq müsbət, burada mənfi, burada da müsbət. Bizə lazımdır kiçik olan aralıq. Cavab 3-dən 7-yə kimi. Burada n ala biləcəyi hədlər, kiçik hədlərin sayını soruşur. N 4 ola bilər, 5 ola bilər, bir də 6 ola bilər. Sayı da 3-ə bərabərdir. 23 nömrəli suala baxırıq. İlk n həddin cəmi Sn bərabərdir 3n kvadrat üstəgəl 5n düsturu ilə hesablanan ardıcıllığın 62-yə bərabər olan həddin nömrəsini soruşur. Yəni an bərabərdir 62-dir. Burada biz a-nın indeksindəki n-i tapmalıyıq. İndi bizə bilirik ki an nəyə bərabərdir? Sn minus Sn minus 1-ə. Snimiz
3n kvadrat üstə gəl 5n'dir. Deməli, Sn bərabərdir 3n kvadratı üstə gəl 5n. Sn minus 1 isə 3 vur n minus 1'in kvadratı üstə gəl 5 vur n minus 1. Bunlar bir-birindən çıxacaq, bərabər edəcək 62. 3n kvadratı üstə gəl 5n minus 3 vur n kvadratı minus 2n üstə gəl 1 plus 5n minus 5 bərabərdir 62. 3n kvadratı üstə gəl 5n minus 3n kvadratı üstə gəl 6n minus 3 minus 5n plus 5 bərabərdir 62. 3n kvadratlar islah getdi. 5n'lər islah gedir. 6n bərabərdir 60'a. N də bərabərdir 12. 12 nə idi? 10. N də bərabərdir 10'a. Deməli, AN də A10 62'yə bərabərdir. Bizdən də soruşurdu ki, 62'yə bərabər olan həddin nömrəsini. Deməli, həmin həddin nömrəsi 10'a bərabərdir. 24 nömrəli sualda AN 3n plus 1 bölü 2n plus 5 düsturu ilə verilib, ardıcıllığın 15'dən 16'ya bərabər olan həddin nömrəsini soruşur. Yəni, AN bərabərdir 16 böl 15. 3n plus 1 bərabərdir böl 2n plus 5 bərabərdir 16 böl 15'e. İndi buradan n'i tapsaq, çarpaz vuranda 45n üstə gəl 15 bərabərdir 32n üstə gəl 80. 13n bərabərdir 80'dan 15 çıxanda olacaq 65. N də bərabərdir 5. Deməli, həmin həddin nömrəsi 5'ə bərabərdir. 25 nömrəli sualda ardıcıllığın 24'də 11'ə bərabər olan həddin nömrəsini soruşur. Yəni, AN'imiz 11 böl 24'dür. Bizdən A'nın indeksindəki N'i soruşur. 3n minus 1 bölünsün 5n plus 4 bərabərdir 11 böl 24'e. Çarpaz vuranda 72n minus 24 bərabərdir 55n üstə gəl 44. 12'dən 5 çıxanda 7, 17n bərabərdir 68'ə, n də olacaq 4. Deməli, 4-cü həddin nömrəsi, 4-cü həddimiz 24'də 11'ə bərabər imiş. 26 nömrəli suala baxaq. N'in hansı qiymətində ardıcıllığında AN minus 1 22'yə bərabərdir? AN'imiz verilib bizə, n kvadrat üstə gəl 5n üstə gəl minus 7'dir. AN minus 1 lazımdır. AN minus 1 isə n minus 1'in kvadratı üstə gəl 5 n minus 1 minus 7 şəklindədir. AN'imiz də burada var idi. N kvadratı üstə gəl 5 n minus 7. Bunlar bir-birindən çıxıb 22'yə bərabər edəcəyik. N kvadratı üstə gəl 5 n minus 7 minus n minus 1'in kvadratı üstə gəl 5 n minus 5 minus 7 bərabərdir 22. N kvadratı üstə gəl 5n minus 7 minus n kvadratı üstə gəl 2n minus 1 minus 5n üstə gəl 12 minus 22 bərabərdir 0. N kvadratlar islah getdi. 5n'lər islah getdi. 2n mənfi 7 və mənfi 1 mənfi 8. 12'dən 8 çıxanda 4. 4'dən 22 çıxanda 22'dən 4 çıxanda yəni 18. Bunu da sağ tərəf atanda müsbət 18. Deməli, buradan n bərabərdir 9 alırıq. Bizdən də n'i soruşurdu. Cavab 9'a bərabərdir. 27 nömrəli sualda n'in hansı qiymətində ardıcıllığında AN minus 1 24'ə bərabərdir? AN'imiz verilib bizə. N kvadratı üstə gəl 3n minus 5. A n minus 1'i soruşur. Yerinə qoyuruq. N minus 1'in kvadratı üstə gəl 3 vur n minus 1 minus 5. Bunu burada da sadələşdirə bilərik. N kvadratı minus 2n üstə gəl 1 üstə gəl 3n minus 3 minus 5 bərabərdir. N kvadratı üstə gəl n. Deməli, bunlar mənfi 8, 1 çıxanda 7.
İndi bunlar bir-birindən çıxırıq. Yəni AN-dən AN minus 1-i çıxırıq. Bərabər edirik 24-ə. N kvadratı üstəgəl 3N minus 5-dən çıxırıq. N kvadratı üstəgəl N minus 7-ni bərabər edirik 24-ə. N kvadratı üstəgəl 3N minus 5 minus N kvadratı minus N üstəgəl 7 bərabərdir 24. 2N 3N'dən N çıxanda 2N onu saxladıq. Mənfi 5 və 7 müsbət 2, 24-dən 2 çıxanda 22. N olacaq 11. 28 nömrəli suala baxırıq. Ardıcıllığın ilk n həddinin cəmi verilib. Sn bərabərdir Sn minus 1 üstəgəl 10n üstəgəl 1. Bu münasibəti ödədikdə onun 80-dan böyük olan ən böyük həddinin nömrəsini soruşur. Yəni AN böyükdür 80-dan. Bunu həll etsək, AN nəyə bərabərdir? Bundan əvvəlki suallarda var idi. Sn minus 1-ə. İndi burada Sn minus 1 sol tərəfə keçirəndə Sn minus 1 bərabərdir 10n üstəgəl 1 alınır. Bunu yeni AN yazıram. Deməli AN'imiz 10n üstəgəl 1'dir. 10n üstəgəl 1 böyük olmalıdır 80-dan. Buradan da 10n böyükdür 79. N də böyükdür 7,9'dan. 7,9'dan böyük olan ən kiçik hədd 8-ə bərabərdir. Yəni bu 7,9 müsbət sonsuzluq deməkdir. Bura daxil olan ən kiçik ədəd, ən kiçik hədd 8-ə bərabərdir. N bərabərdir 8. 29 nömrəli suala baxaq. Ümumi həddi verilmiş ardıcıllıqlar üçün uyğunluğu müəyyən edin. Birincisini araşdıraq. Xn bərabərdir 3 minus 2n. X1'i tapsaq, X1 3 minus 2 1. X2 3 minus 4 mənfi 1. X3 3 minus 6 mənfi 3. X4 3 minus 8 mənfi 5. Baxaq görək bunlar arasında hansı qanun yolluq var. Ədədlərə baxın 1, mənfi 1, mənfi 3, mənfi 5 və belə azala gedir. Silsilə fərqi deməli nəyə bərabərdir? A1, A2 verilibsə biz bilirik ki D nəyə bərabərdir? A2 minus A1'ə. Mənfi 1-dən 1 çıxanda mənfi 2. Yəni bunun üzərinə hər dəfə mənfi 2 gəlirik. Ya da belə deyək 2 çıxarıq. 1-dən 2 çıxanda mənfi 1. Mənfi 1-dən 2 çıxanda mənfi 3. Mənfi 3-dən 2 çıxanda mənfi 5. Deməli bu ədədi silsilədir. Silsilə fərqi də mənfi 2'dir. Ədəd silsilədir. B variantı uyğun gəlir birinciyə. Başqa, ilk 4 həddin cəmi mənfi 8'dir. Baxaq görək, ilk 4 həddi tapmışıq. 1 ilə mənfi 1, 1 üstəgəl mənfi 1, üstəgəl mənfi 3, üstəgəl mənfi 5. Bunlar islah gedir. İlk 4 həddin cəmi mənfi 8'ə bərabərdir. D variantı da uyğun gəlir birinciyə. İndi bunu silim. İkincini araşdıraq. İkincidə verilib bizə YN bərabərdir 2 üstü 1 üstəgəl N. Burada N'in yerinə 1 qoysaq, olacaq 2 üstü 2, yəni 4. Y2'ni tapsaq, 2 üstü 3, yəni 8. Y3 bərabərdir 2 üstü 4, 16. Və nəhayət Y4 bəsdir. Yəni Y4'də kim tapsaq, 2 üstü olacaq 4 qoyanda 5, 32. Baxın 4'dən. Bu ardıcılığa əsasən görürük ki, ikinci hədd əvvəlki həddən, hər bir hədd daha doğrusu özündən əvvəlki həddən 2 dəfə böyükdür. Yəni 4'ü 2'yə vursaq 8, 8'i 2'yə vursaq 16, 16'nı 2'yə vursaq 32. Deməli bu həndəsi silsilədir. 2'yə uyğun gəlir A variantı. Və baxaq görək. İlk 5 həddin cəmi verilib. İlk 5 həddin cəmi 32'dir. Bu da buna aid deyil. Çünki elə burada 4-cü hədd 32'dir. Ona görə başqa variant uyğun yoxdur, yəni ikinciyə. İndi baxırıq üçüncüyə. Üçüncüdə Zn bərabərdir 4 üstü n üstəgəl 2. Birinci həddi tapırıq. 4 üstü 1, 4, üzərinə 2 gələndə 6. 4'ün kvadratı 16, üzərinə 2 gələndə 18. 4'ün kubu 64, üzərinə 2 gələndə 66.
və Z4 4 üstü 4. Yəni buradan görürük ki, bu ardıcıllıq deyil. Yəni bu daha doğrusu silsilə deyil. Düstur ardıcıllıqdır. Yəni bu düstura əsasən verilən ardıcıllıqdır, amma bu ədədi silsilə, ədəhəndə silsilə əmələ gətirmir. Olacaq C variantı 3-cüyə. 1-ə B-dir, 2-yə A, 3-ə C. Növbəti suala baxırıq. 30 nömrəli sualda ardıcıllıqlar üçün uyğunluğu müəyyən edin deyir. Birincisində verilib bizə AN bərabərdir N-5,3-ün kvadratı üstəgəl 5. Ən kiçik hədd soruşulur və ən kiçik həddin nömrəsi. Deməli, baxaq görək. N-in yerinə natural ədd qoymalıyıq biz. Düzdürmü? Ən kiçik həddin nömrəsi 5 və ən kiçik həddin nömrəsi 6-dır deyir. Burada gəlin əvvəlcə n-in yerinə 5 qoyaq. N-in yerinə 5 qoyanda olacaq A5 bərabərdir. 5-dən 5,3 çıxanda 5 minus 5,3 verir bizə -0,3. -0,3-ün kvadratda 0,9. 0,9-un üzərinə 5 gələndə verir bizə 5,9. Amma n-in yerinə 6 qoysaq, 6 minus 5,3 bu verir bizə 0,7. 0,7-nin kvadratı 0,49. Bunun da üzərinə 5 gələndə 5,49. Yəni 5,9-u 5,49-dan kiçiyi 5,9-dur. Ona görə deməli, bu ardıcıllığın ən kiçik həddi 5,9-a bərabərdir və həmin həddin nömrəsi də 5-dir. Yəni D variantı və C variantı uyğun gəlir birinciyə. N-in yerinə biz 1 də qoya bilərik. Amma birinci həddimiz, məsələn 1 qoyanda 1 minus 5,3 -4,3 kvadratı və üzərinə də 5 gələndə həddimiz böyük olur. Ona görə biz n-in yerinə elə ədəd qoymalıyıq ki, ən kiçik həddi ala bilək. Bu ya 5,3-dürsə 5-ə uyğundur, tam yəni 5 ola bilər, ya da 6 bir vahid böyük. Yəni elə ədəd seçməliyik ki, hesablamada yəni cavab daha kiçik hədd alınsın. Məsələn, ikincidə baxın. İkincidə AN bərabərdir N-5,8 5,8-in kvadratı üstəgəl 5. Burada 5,8 çıxmalıyıq ədəddən, düzdürmü? 5-dən 5,8 çıxanda verir bizə -0,8. 6-dan 5,8 çıxanda verir bizə 0,2. -0,8-in kvadratı 0,64. 0,2-nin kvadratı 0,4. Deməli, burada isə n yerinə 6 qoyanda daha kiçik ədəd alırıq. Çünki bunun da üzərinə 5 gələndə 5,4 olur. Bunun üzərinə 5 gələndə 5,64 olur. Yəni 5,4 daha kiçikdir 5,64-dən. Deməli, ikincisi üçün, ikinci ardıcılıq üçün 6-cı ən kiçik həddin nömrəsi 6-dır. Yəni Y variantı. Və həmin həddin nömrəsi də, daha doğrusu həmin həddimiz də 5,4-dür. A variantı da uyğun gəlir ikinciyə. Və üçüncüyə baxırıq. Üçüncüdə AN bərabərdir N+5-in kvadratı üstəgəl 5. İndi bunun ən kiçik həddini tapmaq istəyirik. Burada isə bu ədəd, yəni ortada toplam əməli olduğuna görə n-ə ən kiçik 1 verməliyik. Yəni biz bilirik ki, burada n natural ədəd olmalıdır. N-in ancaq ən kiçik 1 qiymətində bunun ən kiçik həddini almış olacaq. N-in yerinə 1 qoysaq, olacaq A1 bərabərdir 1+5 6 kvadratı 36, üzərinə də 5 gələndə 41. B variantı da uyğundur üçüncüyə. Baxırıq ətraflı yazılı cavab tələb olunan tapşırıqlara. Deməli, 31 nömrəli sualda verilib ki, A1 bərabərdir x-5 və A2 bərabərdir 11 - x. Bu ədədlər bütün ədədləri müsbət olan azalan ardıcıllığın ədədləridir. Bütün hədləri müsbət olan. X-in ala biləcəyi tam qiymətlərin cəmini soruşur. Deməli, bizə deyir ki, bütün hədləri müsbət olsun. Düzdürmü? Yəni, A1-in də aldığı qiymət, A2-nin də aldığı qiymət müsbət olsun. Yaza bilərik ki, A1 sıfırdan böyükdür, A2 də sıfırdan böyükdür. Və müsbət olan azalan ardıcıllıq. Azalan ardıcıllıq o deməkdir ki, məsələn, deyək ki, 5, 4, 3, bu azalan ardıcıllıqdır. Deməli, burada A1, A2 olaraq gedirsə, A1, A2-dən böyükdür. A1 böyükdür A2-dən azalan ardıcıllıq olması üçün.
A1'imiz x minus 5'dir, böyükdür 0. Buradan x böyükdür 5. A2'miz 11 minus x böyükdür 0. Buradan x kiçikdir 11'dən. Bunu bərabərliklər mövzusunu izah etmişəm. A1 də A2'dən böyükdür. Yəni x minus 5 böyükdür 11 minus x. Yəni bu şərt ödənsə bu azalan ardıcıllıq olacaq. 2x böyükdür 16'dan, x böyükdür 8'dən. Gəlin bunları kesişdirək. 5, 8 və 11. 5 müsbət sonsuzluq. Mənfi sonsuzluq 11 və digər başqa rənglə qeyd edim. 8 müsbət sonsuzluq. Deməli, hər üçünün kesişdiyi olacaq 8-dən 11'ə kimi. 8-11 aralığında da x-in ala biləcəyi qiymətlər 9 ola bilər, bir də 10 ola bilər. Bunların da cəmi olacaq 19. 32 nömrəli sualda yine eyni tipli sualdır. A1 və A2 ardıcıllıqlar verilib, ədədlər verilib. Bu ədədlər müsbət olan azalan ardıcıllığın ədədlərdir. Şərt eynidir. X-in ala biləcəyi tam qiymətlərin cəmini soruşur. Müsbətdirsə A1 sıfırdan böyükdür, A2 sıfırdan böyükdür. Yine azalan ardıcıllıq olduğuna görə A1 A2'den böyükdür. X minus 3 böyükdür sıfırdan, x böyükdür 3'dən. 10 minus x böyükdür sıfırdan, x kiçikdir 10'dan. Və x minus 3 böyükdür 10 minus x'dən. Buradan 2x böyükdür 13. X de böyükdür 6,5. 3, 6,5 və 10. 3 müsbət sonsuzluq. Mənfi sonsuzluq 10. Və 6,5 müsbət sonsuzluq. Hər üçünün kesişdiyi olacaq 6,5'dən 10'a kimi. Bu aralıqdakı tam ədədlərdə 7, 8 və 9. Bunların cəmi olacaq 24. 15 üzərində 9 gələndə bəli 24. Baxırıq növbəti suala. 33 nömrəli sualda cədvəldə verilmiş ifadələrdən hansıların hər hansı ardıcıllığın eninci həddin düsturu ola biləcəyi və ya bilməyəcəyini qeyd edindir. Olar və ya olmaz yazmaqla fikrinizi əsaslandırın. Baxın, biz bilirik ki, ədədi ardıcıllığın tərifində əvvəlki suallarda demişdim. Ədədi ardıcıllıq natural ədədlər çoxluğunda təyin olunmuş funksiyaya deyilir. Yəni, burada n natural ədəd olmalıdır. N natural ədəd olmalıdır. Natural ədədlər də 1-dən başlayır. 1, 2 və sonsuz sayıdır. İndi, n natural ədəddirsə, bu kəsirlərə baxırıq. Bu kəsirdə biz n-in yerinə istənilən natural ədədi qoya bilməliyik. Əgər qoya bilmiriksə, deməli, o kəsir ədəd ardıcıllığın, yəni n-inci həddin düsturu ola bilməz. Məsələn, birinci kəsirə baxırıq. 3 bölünsün n plus 3. Burada problem yoxdur. N plus 3, düzdürmü? Burada biz n-in yerinə istənilən natural ədəd qoya bilərik. Çünki n plus 3'dür, yəni müsbətdir. N-in yerinə istənilən müsbət ədəd qoyanda kəsirin yəni mənası olur. Deməli, buraya yazacağıq, olar. Amma ikincisində n-in yerinə biz 2 qoya bilmirik. 2 qoya bilmirikdir. Deməli, bu düstur da n-inci həddin düsturu ola bilməz. Ola bilməz. Bu üçüncüsündə 7 bölünsün n kvadratı minus 5. Bu məxrəci sıfıra çevirən köklər var. Amma həmin köklər natural ədəd deyil, irrasional ədədlərdir. Yəni, n-in elə bir qiyməti yoxdur ki, kvadratı yüksəldir. Ondan 5 çıxsaq, 0 olsun. Yəni, n-in natural qiyməti yoxdur. Amma ümumi baxanda bu məxrəci sıfıra çevirən kök var. Amma həmin kök natural ədəd deyil. Ona görə buna da olar yazırıq. Çünki bu da n-inci həddin düsturu ola bilər. Amma dördüncüsünə baxın. 9 bölünsün n kvadratı minus 16. Biz burada n-in yerinə 1 qoya bilirik, 2 qoya bilirik, 3 qoya bilirik. Amma 4 qoya bilmirik. Çünki 4 qoyanda məxrəci 0 olur və kəsirin mənası olmur. Buna da yazırıq. Ola bilməz. Fikrinizi əsaslandırın deyə. Fikrimizdə dedik ki, n natural ədədlər çoxluğunda təyin olunmalıdır. Ona görə, yəni açıqlamasını da bayaq izah elədim. Dediklərimi sözlə də yaza bilərsiniz, açıq test kimi düşsə. Ətraflı yazılı cavab tələb olunan tapşırıqda düşsə, dediklərimi sözlə ifadə edə bilərsiniz. Növbəti sual və sonuncu sual. Cədvəldə verilmiş ifadələrdən hansıların hər hansı ardıcıllığın n-inci həddin düsturu ola biləcəyi və ola bilməyəcəyini qeyd edin deyir.
Bu da eyni qaydada birinci kəsir n-in yerinə 9 yaza bilmərik. Deməli, ola bilməz. İkinci kəsirdə problem yoxdur. N-in yerinə biz istənilən natural ədədi qoya bilərik. Olar. Burada n-in yerinə 5 qoysaq məxrəc 0 olur. Ona görə bu da ola bilməz. Və dördüncü kəsirdə n kvadrat minus 7-ni sıfıra çevirən n-lər var, amma həmin n natural ədəd deyil, irrasional ədəddir. Ona görə bu da olar. Yəni, ikinci və dördüncü n-in cəddinin düsturu ola bilər. Dərsimiz bu qədər. Dərsin davamı üçün videonu bəyənməyi, kanala abunə olmağı və videonu paylaşmağı unutmayın. Sağ olun.